Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aparıcı Elgiz Əkbər ötən gün sosial şəbəkədə canlı yayıma girib xəbər verir ki, Elgiz ona ünvanlanan sualları cavablandırır. İzləyicilərin əksəriyyəti isə Elgizdən efirə qayıdıb qayıtmayacağı haqqında soruşur. Aparıcı sualları inşallah tezliklə Allah qoysa reaksiyasını verir. Gəncə Dövlət Universitetinin müəllimi Azadə Vəliyeva dünyasını dəyişib. Xəbər verilir ki, Azadə Vəliyeva xəstəlik səbəbindən 53 yaşında vəfat edib. O, GDU-nun İqtisadiyyat və İdarəetmə Fakültəsinin Menecment və Turizm İşi kafedrasında çalışırdı. Mərhum 2014-cü ildən etibarən Gəncə Dövlət Universitetində işləyirdi. Allah rəhmət eləsin, yaxınların nəzərlərinə səbir diləyirik.